Deyir ki, Bakı şəhərində 1 yanvar 05:32-dir. Bu zaman Bakı ilə eyni enlikdə yerləşən, yəni 40 dərəcə şimal enliyində yerləşən A məntəqəsində 31 dekabrdır. Deməli, Bakıdan qərbdə yerləşir. Çünki burada 1 yanvardır. 01 yanvar. Bakı ondan irəlidir demək ki. 31 dekabrda saat 22:52-dir. Hər hansı bir məntəqədir. Və soruşur ki, bu məntəqələr arasında ən qısa məsafəni kilometrlə hesablayın. Buradan baxırıq. Deməli, 05:32 çıxmalıyıq 22:52. 05:32-dən 22:52 çıxa bilmirik, amma bu bir gün irəlidədir. Bir günümüz də 24, bir sutkamız da 24 saat olduğuna görə Bakının saatının üzərinə 24 gəlirik və ondan çıxırıq 22:52-ni və alırıq cavab 29:32 çıxılsın 22:52. Bunu necə çıxırıq? Burada 32-dən 52 çıxa bilmirik. Ona görə də burada 1 saatdan əlavə edirik dəqiqələrin üzərinə. 1 saatımız 60 dəqiqədir. 60 dəqiqə üzərinə gələndə 28:92 edir bu. 60 üzərinə gəldik. 92 edir və çıxırıq 22 olduğu kimi yazırıq bunu da 22:52. Bərabər edirik. 28-dən 22 çıxanda saatları çıxırıq əvvəlcə 6 saat və 92-dən 52 çıxırıq, qalır 40. Deməli, Bakı ilə eyni enlikdə yerləşən məntəqə arasında 6 saat 40 dəqiqə vaxt fərqi vardır. Deməli, burada 6:40-ı dərəcəyə çeviririk. Dərəcəyə çevirər zaman 2 yoldan istifadə edə bilərik. Hansı sizə daha uyğundursa o yoldan istifadə edə bilərsiniz. Birincisi 6 saatı vururuq 15-ə. 6 saatı 15-ə vuranda edir 90. Üzərinə gəlirik. Bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. Deməli, 4-ə bölürük və 10 dərəcə qalır burada. 6 saatı 15-ə vuranda 90, 90 da üstünə 10 gəlirik. Edir 100 dərəcə. Və yaxud da ki, ikinci üsul budur. 6:40-ı 6 saatı çeviririk dəqiqəyə, 60-a vururuq, üstünə gəlirik 40 dəqiqəni. Edir 6 dəfə 6, 36, 360, üstünə də 40 dəqiqəni gələndə biz alırıq ki, burada 400 dəqiqə. Biz də bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. Buna əsasən də 400 dəqiqəni bölürük 4-ə. 4-ə böləndə 100 dərəcə alırıq. 40 dərəcə şimal enliyində deyirik ki, 40 dərəcə şimal enliyində 1 dərəcəlik qövsün uzunluğu 85,4-dür. 85,4 olduğuna görə 100 dərəcənin uzunluğu nə qədərdir? 85,4-ü vururuq 100 dərəcəyə və alırıq 8540.